Yes. No good, brother. Yeah, no good. You crazy. Little good. Okey. Okay. Başlayırıq. Get there, let's go. Xoş gəlmisiniz. Salam ver. Ceyhun başlayırıq. Hamınızı salamlayırıq. Bu günləri bizim yeni studiyamızda ilk bizim matkastımız. İnsanlar deyirlər ki, matkast nədir? Modcast, motivator cast. İndi podcast hamıda podkastdır, ancaq bizdə modcastdır. İnşallah ki yaxın bir verilişlərdə burada loqomuz hazırlanır. İnşallah o da olacaq. Təzə studiyadır və ilk bizim qonaqlarımız, bizim motivator timin, motivator komandasının üzvləri, dostlarımız, qardaşlarımız, Azərbaycanın fəxrləri, Rizinin ulduzları. İnşallah ki bu yaxınlarda da döyüşləri var, o barədə danışacaq. Necəsiz, nə var, nə yox, işlər necədir? Şükür biz yaxşıyıq. Siz də ki yaxşı olun. Məşqlər gedir, hazırlıq həmişə kimi yüksək səviyyədədir. İnşallah ayın 10'u gedirik, 14'ü vuruşuruq. İkimizə də Allah qələbə nəsib etsin inşallah. Hər şey qaydasındadır. Allah'a şükür özümüzü yaxşı hiss edirik. İnşallah gözəl döyüş göstərərik Allahın köməyi ilə. Hazırlaşmışıq da Dubaydaydıq, boru keçdik, alıb bir dənə vest salmaq. Ay bala, qıratdan su içmə demədim ha bala. Artıq bu cümləni övladlarınıza deməyə ehtiyac qalmayacaq. Bizim sizə şad xəbərimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmizliyini bizə həvalə eləyin. Necə ki bunu Dünya Karatesinin qara brilyantı Rafael Ağayev etdi. Eksklüziv sifariş ilə Türkiyədə istehsal olunan və Rafael Ağayevin adına həsr olunan Black Diamond su filtrlərini sifariş etmək üçün elə indi müraciət eləyin. Nəqd pulunuz yoxdursa, o da problem deyil. Artıq avadanlıqları ilkin ödənişsiz, faizsiz, komissiyasız, üstəlik daxili kredit şərtləri ilə, həmçinin müxtəlif taksit kartları ilə də əldə edə bilərsiniz. İndi zəng et. Kampaniya məhsul bitənə kimi etibarlıdır. Telefon 055 255 99 89. Inline az. Dubay necə idi? Necə xoşunuza gəldi yoxsa nətər oldu? Siz necədir? Elə bir ki, əsas odur ki, yəni ki, Azərbaycandan qıraqda olasan, yəni ki, başqa ölkəni dəyişəsən. Çünki Azərbaycanda bu tavuq var da, yəni ki, o sən istədin, istəmədin, burada dost tanış, yəni məşqdən sonra gedirsən, yarısı kimi çay içirsən, yəni ki, nə bilim, gün orta sənə iş tapşırırlar, bunlar gel o işi gör. Amma Azərbaycandan kənara çıxanda bu işlər yoxdur. Yəni sənin bir məşqindir, bir də özünsən, yəni gün orta rahat yatsan, axşam məşq elədin, yəni gəldin, istirahət elədin. Orada yəni deyirəm, dostlarınla bilir ki, lap Dubayda olsa bilə ki, sən yarış hazırlarsan, sənə narahat demirlər də. Ona görə də əsas odur ki, birinci Azərbaycandan kənarda olasan, rejimdə olasan. Yəni rejim çox, yəni ki, necə deyim sən, yarışdan qabaq mütləqdir. Yəni ki, 2 ay sən rejimdə olmalısan. Yəni Dubai olsun. Rejim. Yəni Dubai ilə rejim nəsə düz gəlmir axı. Yox, bizdə necədir? Bizdə Ruslan müəllim və rejim. Orada mən bir dənə o yəni Ruslan müəllim oradakı Ruslan müəllim orada idi. Yəni Ruslan müəllim olmasa onda Dubai ilə rejim o ola bilər. Onu razıyam səninlə. Ona görə bizdə Ruslan müəllim rejim yəni demək ki, eyni sözdür yəni ki, bildiniz o disiplin rejim. Buraxmır heç yerə. Yox, mənə arada bir gedirik axı, o da altı bazara zad yəqin. Onda Ruslan müəllim təyin edir. Hara getmək lazımdır, necə kimlə, bir də yad komandası olmalıdır. Nəticə istəyirsənsə olsun, bu şeylərə dözmək lazımdır. Fikir necə oldu qardaş? Dubai, imminent Dubaya gedəsiniz də. Niyə Dubai? Bizdə elə bir ki, ya Tayland idi, ya da ki Ruslan dedilər ki, burada TKM var. Yəni yaxşı uşaqlar gələcəklər Enervədə. Yəni Qırğızlar, Qazaxlar, Özbəklər onlar gələcəklər və onlarla eyni zbor keçməksə, yəni siz də gələ bilərsiniz, belə dedilər. Mən Ruslan dedi ki, biz Taylandda olmuşuq və Dubayda problemə görə necədir? Həm də ki, klimatına görə bizə daha uyğun gəlir. Çünki 8 saat fərq var bizdə Taylandla, Dubai ilə saat fərqi yoxdur. Və getdi orada elədi, orada onun yəni, yaxşı zaldı TKM, yəni yaxşı idmançılar var idi. Yəni doğru zbor xoşumuza gəldi. Getdi Çingiz Allah'ın zalına, orada məşq. Buradan Çingiz dostumuza salam deyirik, həqiqətən. Bir də Riyada salam deyirik bizim dostumuza. Riyad krasavçik. Riyad həmişə idmançılarımızın yanındadır. Riyaddır, Cabbardır, orada yaxşı uşaqlar var idi, bizim dostlarımızdır. Onların zalına getdik. Və orada məşqlədik, onlarla sparring işlədik. Yəni ki, ələyək şkolası, yəni sağ olsun Çingiz kömək edirdi. Və eyni zamanda öz zalımıza gəldik. Orada vuruşurduq, güləşirdik. Və yəni ki, panlaçayla zbor keçdik. İnşallah, Maqa da formalıdır, mən də formadayım. İnşallah çox gözəl döyüş göstərəcək. Çingizlə sən baxdım orada üzərində Mamaşı zad nəsə. Çingizlə mənim rəqibim Levşadır. Levşa döyüşürdü. Ona görə Çingiz də bir-iki məsləhət verdi, göstərdi necə işləmək lazımdır, necə işləmək lazımdır. Sağ olsun, kömək oldu.
Yəni nəticə onda olur da. Yəni ki biz deyib yox mən dünya çempionuyam, kimisə məsləhətinə qulaq asmayım. Yəni ki elə şey ola bilməz. Çünki mən lüboy bir insan əgər titulda məndən aşağı olsun, o mənə elə gözəl məsləhət verə bilər ki, doğrudan da mən qrepildə mən güləşirəm. Yəni ki orada mən indi Azərbaycanda yəni Nadirdir, Maqırdır, şeydir, Muxadır. Yəni onlar mənə kömək edirlər. Necə deyim, qrepildə dopusu mən çox şey bilməm, bunlar mənə öyrədilər. Yəni mən indi deyim ki, yox mən rizlə vuruşuram, mən dünya çempionuyam zat. Elə şey keçmir. Yəni ki, stoykada sağ olsun, Çingiz bizdən yaxşı bilir. İndi Cabbar orada kömək edir, ya da orada kömək edir. Müəyyən məsləhətlər var, hansı ki, mənə uyğundursa, yəni keçərlidirsə, doğru mən onu eləyirəm, doğru alınır. Amma hansı ki, doğru mən yəni yaraşmırsa, yəni da məndən alınmırsa, yəni ki, mən onu necə üzərində işləmirəm. Əgər kimsə mənə məsləhət versə, mən onu götür qoyuram. Əgər doğrudan o məsləhət mənə yarayırsa, mən onu istifadə edirəm. Amma baxmıram ki, bu idmanın, yəni bu idmansın rezultatı var yoxsa yox. Mən onun məsləhətinə baxıram. Əsas da odur, yəni kimsə elə bir idmançılar var ki, bəyənmirlər. Deyir ki, bu məndən rezultatı yoxdur, harca vuruşma biləmim. Yəni ki, özlərini ağrısınlar da. Bəzi elə müəllimlər var ki, heç yerdə vuruşmayıb. Yəni heç bir rezultatı yoxdur, amma baxırsan ki, bir müəllim kimi çox potensiallıdır. Çox şey öyrədir. İdmançı da. Ya zaten elə ətrafımızda olan adam, yəni özümüzdən baxaq ya da xaricdə olan idmançılara baxanda görürsən ki, onların məşqçilərinin əksəriyyətinin titulu yoxdur. Mənə görə psixoloji bir şeydir. Çünki insan həyatda nəsə əldə etmək istəyir, özündə alınmırsa, istəyir məsələn tələbəsi eləsin və bütün nəyi var qoyunun üzərinə. Sən dediyin sözə qüvvət, Ruslan mənim sözü yadıma düşdü. O vaxt mənə deyir ki, mən də məşqçiydim, vuruşurdum, eləyirdim, amma mənim arzum idi ki, çempion olum, kəmərim olsun, dünyaya çıxım. Deyir, məndə o arzu mənim ürəyimdə qalıb. Həm də o vaxtda elə vaxtdadır. O çırkın vaxtında. Çırkın vaxtında, hə. Deyirəm, amma mən sizi bu yerə gəlib çatdırmışam, elə biləm özüm qazanmışam bu dəşə. Bildin necə? Yəni böyük əziyyəti var qardaş. Конечно, böyük əziyyəti var. Yaxşı, Tayland yaxşı oldu, yox Dubai? Yoxsa eləniz ikisi də yaxşıdır. Tayland biraz daha yaxşı var, çünki orada paralar daha çox idi. Burada yəni 5-6 dənə para etsə 66-da, amma orada bir 10 dənə, 15 dənə. Siz orada olanda reali çox gedirdi, yoxsa gedirdi? Gedirdi, çəkərdi. Oranı elə uşaqlar deyərdilər, ora gəlirdi. Siz onda olan moment çəkilişlər onda gedirdi də. Gəlirdilər, hə, zal gəlirdi. Biz birinci Tigr Mayta'da yox, o biz saldı məşqçiydi, adını yazmasın, Bankdao'da idi. O zala ora hamısı gəlirdilər, yəni ki, kreditkartla bağlayırdılar, girirlər, çəkirlər, hə, hamısı gəlirdi. Halal olsun ki, gör hansı ulduzları cəlb edib realitiyə. Daha kimlər John Jones kimi adam gəlib orada. Özü John Jones'u mən belə sadə bilməzdim. Həqiqətən mən idmanda bir şey fikir verirəm ki, insan gəlir uğur qazanır, biraz imkanı olandan sonra nəsə o aqressiya düşür aşağı, nastroyen artır. Daha nastroyen olacaqdı qardaş. Şey hesabında milyonları var. Çimayev qabaq necə görsən ki, aqressiv, görsən ki, əsəbi zat. Çimayevin açıq taxıb gözünə, oturub belə bir professordur. Yəni ki, sakit danışır, məsləhət verir ki, Maqa, yaxşı, yəni sən narahat olma, hər şey yaxşı olacaq. Görsən ki, insan sualı verir də, bir dənəsə sual verir ki, sən əvvəl belə deyirdin doğrayaram, kəsərəm, belə eləyəm. Deyir, bəs indi niyə demirsən o sözləri? Deyir, daha mən tək deyiləm də, evlənib bir dənə də uşağı var deyəsən, ona görə. Ailə qurduğuna görə. Yəni səbəbi budur. Yəni məncə səbəb odur, həm də ki, sən deyən variant. Pul gəldi, çatdı. O qalik, momanlik, nə bilim, bu yaxda, o yaxda, bu qardaş görürsüz də əvvəl nələr var. Əvvəl ac idi, indi imkanı var, qardaş. Bu belə bax, Maqa ümumiyyətlə sakitdir, imkanından sonra yəqin ki, aqressivləşəcək. Maqa ona görə biraz müğayət olun Maqadan. Maqa indi inşallah kəməri alandan sonra gör nə olacaq da. İnşallah. Yəni sən Dağıstanda da olmusan, Taylandda da olmusan, Dubayda da olmusan. Bir dənə zəhmət olmasa. Nəyə baxırsan? Qardaş, podkast gedir, bura. Podkast gedir, sən Bilirəm, mən rəqibə baxıram da, mən indi atlar bu döyüşün, axırıncı döyüşün. Bu dəfə kimlə vursa? Hə, kimlə ki vursam, onun davası var. Rəqibimdir. Budur mənim rəqibim, Johnny vursa. Michael Chiavello, Damian Brown with you, Shuya Kimura in the white and black, Takeji Yokoyama. Qardaş, rəqib karatistdir. Karatistdir? Hə, karatdən gəlir. Rafael Tanrı mu, yoxsa necə? Yox, o Rafael Tanrı. Hə, o Rafael Tanrı. Oo, qardaş, bravo, gözəl. Bu ev ki bildiyin stepdə işləməyi xoşlayır. Yəni vurur, çıxır, görürsən, o birisi rəqibi qreplerdir. Aha. Görürsən korpus baş işləyir. Yəni buna bizə necə elə bu indi tam açıq hər şey demək olmur, necə işləyəcək. Amma bizim planımız var buna qarşı və inşallah mən bunu inşallah elə mən təxmini bilirəm səni indi sənə. Vuranda bunu tutacam elə özüm. Yəni hə, o hazır qarşılayacam, qarşılayacam. Hazır qəşəng. Maraqlı olacaq. Çox maraqlı olacaq. Stoykada döyüşəndə özü də qəşəng. Hə, belə stepdə işləyir. Hə, burada indi o rəqib maçıdır. Ola, görünüyünə də. Hə. Yo, qabaş, yaxşıdır.
Yox, rəqib yaxşı. Ha, yaxşıdır. Ümumiyyətlə Rizində zəif rəqiblər yoxdur. Bu neçənci döyüşün keçirir Rizində? Birinci döyüşüdür Rizində. Bu birinci ne? Ha, bu bir axırıncı döyüşüdür da. Axırıncı döyüşüdür. Onda ha, bu birincidən nakavt edib. Birinci döyüşü nakavtlayıb, ikinci idi mənə. O belə 5-0'dır. Yəni ki, o 0'da bir dənə palka kimi mən deyənə də 5-1 oldu inşallah. 5-1 Allahın köməyi ilə inşallah. Yəni rəqiblərinə döyüşlərinə baxmışam bunun. Amma gördüyü rəqib elə sən olacaqsan. Hə, yəni ki, mən kimi rəqibin olmayıb da, yəni inşallah o. O qardaş bax Rəqib düzün danışaq da o 100%'dir ki, sənin kimi onun rəqibi hələ o yuxuda görməyib, aydın məsələdir. Ancaq onu yəni mən bilirəm ki, sən orada onunla nə bilim, bu planın var da sənin. Yox, plan var, usta mən plan qoyub, yəni ki, mən özüm fikirləşmişəm, amma heç vaxt yəni ki, demək olmaz ki, işte o rəqib, hə, mən ondan güclüyəm, yəni ki, çünki idman elə bir şeydir ki, necə ki, bütün rəqiblərim kimi hələ buna da azlaşmışam, yaxşı formadayım və ağılla başdan döyüşəcəm inşallah. Yaxşı, gözəl döyüş göstərib qalib gələcəm Allahın kimi. Yəni heç vaxt deyir öz rəqibi aşalama. Yəni demək ki, elə şey eləmək olmaz. Ona görə biz hər tərəfli hazırıq, stoykada da, güləşdə də, parterdə dözümlüyümüz bizim yaxşıdır. Bilsən ki, o şouda da, stoykada vuruşma, indi bilsən ki, bunun güləşi zəifdir də. Sən ondan indi sırf şouya görə stoykada vuruşarsan yoxsa necə? Mən Luboy idmansız stoykada vuruşuram. Yox, onu demirəm. Demək istəyirəm ki, yəni stoykon sənə yaxşıdır, mən bilirəm yaxşıdır. Prosta bu sırf stoykada vuruşur da, yəni bunun... Yox, bilirəm, elə şeylər var ki, döyüşə çıxıram, mənim özümdən asılı olmayan bir şeylərdir. Bildiniz, orada refleks olan bir şeylərdir, bildiniz. Bizdə o qədər elə şeylər var ki, mən hazırlaşıram, hə deyirəm, stoyka eləyəcəm, amma ki, ani moment ki, bir dənə boşluq olan ki, bunu görürsən, sən onu götürməlisən. Yəni ki, Lubo boksör olsun, görür ki, hansı tərəfə açıldı, yəni onun refleksdən özü vurur. O plan deyil də, yəni bunu belə eləyəcəm. Hə, amma belə planlar olub ki, yəni ki, biz plan qurmuşuq, amma ki, görmüşəm ki, yəni ki, mən başqa şey eləməliyəm və eləyirəm. Çünki görürəm ki, bu %100 bu keçəsi bir şeydir, mən onu eləyirəm. Yəni ki, plan da gedirəm, planla gedirəm, yəni alınmayan deyəndə görürəm ki, rahatlıq məsələ görəndə, səhv görəndə mən o səhvi bağışlamıram. Yəni mən onu eləyirəm. Görürəm ki, hansısa bir necə boğazı boşsa mən keçsəm onun arxasından boynu götürəm, boğuram. Yəni ki, adi əlim dursa götürə bilirəmsə, əlini götürəm, voleybol eləyəm. Ya da ki, vurub ayağı görürəm ki, mən iki ayağa girirəm, mənə zaşda verirsə, girə bilməsə, deməli, mən onu alladıb girməliyəm. Yəni, müəyyən şeylər var ki, onu döyüşdə daha yaxşı bilir və biz onu yaxşı bilir, usta mən bilir və hər tərəfli, yəni qalib gəlmək üçün hər bir şeydən istifadə edib qalib gəlirik. Yəni, bunu sən qoşumda çətin olacaq da, qardaşlar. Sən onu mən boğacaqsan, mən döyəcəksən, çırpacaqsan. İnşallah qəşəng döyüş, maraqlı döyüş, yəni ki, olacaq. Yaponiyanın iminə fanatları mən biləm ki, onlar, necə deyim, dünyada ən gözəl fanatlardır. Yəni ki, elə bir ölkə yoxdur ki, mən getmişəm olan publikası görüm və Yaponiya kimi necə deyimsə, ürəklə onlar hamısı bir-birinə qarşılasınlar, baletləsinlər, sevgi ilə. Doğrudan da ki, orada bir şəhərə çıxırıq, yəni ki, biz də sevilə, biz onu görürük. Yəni necə o, başqa 1000 dənə ölkədə o görmüşəm, amma mən Yaponlar kimi doğrudan bir fanat görməmişəm və sizi öpürəm, sizi bağrıma basıram, necə deyimsə, doğrudan da bütün fanatlar, yəni ki, yoxsa alqışdır mənə məsələ, necə belə canınız ürəkdən, doğrudan döyüş növlərini siz sevirsiniz. Yəni, mən necə deyimsə, bütün ölkələr sizə baxıb ibrət götürməli sizdən. Yaponiya, həqiqətən Rizinin təşkilatı orada minlərlə fanatlar gəlir. Fanatlar necə? Elə bir ki, hələsinin özünün bir ordusu var da. Məsələn, Vuqarın ordusu Maqada yavaş-yavaş təzə başlayır o fan bazasını yığmağa. Düzdür, Vuqar illərdir orada çıxış eləyir və kəmərin sahibi olub. Rəqibə nə demək istəyirdin? Rəqibə demək istəyirəm, yaxşı hazırlaşsın. Çünki mən də yaxşı hazırlaşmışam və çıxaq gözəl, yəni ki, publikaya maraqlı olan bir döyüş göstərək və döyüş də yadlarda qalsın inşallah. Qardaş, bu nə əziyyəti çəkirsən? Nə vaxta qədər evə su daxlayacaqsan? Necə eləyim, qardaş? Problemin həlli buradadır. Gəl mənimlə. Leg Diamond ilə suyunuzu evinizdə özünüz istehsal edin. Həm su daşımağa son qoyun, həm də keyfiyyətindən tam əmin olun. Qardaş, sən nə oturmusan, nə şey, bilməm, yatırsan oturduğu yerdə bu ki. Yəni, sən çox rahatsan, qardaşım, sən? Məndə motivasiyası var, danışır, dayanmır, mən də baxıram. Görəm mən nə danışacam. Yox, qardaş, Vuqar illərdir ki, həqiqətən Rizindadır, bilir necə, hardan, necə psixoloji təsir göstərsin eləsin. Orada öz sakitçiliyinlə, rahatlığına psixoloji. Sən ümumiyyətlə oturmusan elə bil ki, sən rəqibin elə bir rəqib deyil ha.
Rəqibim belə oputlu rəqibdir. Döyüşləri də var, analiz eləmişik, baxmışıq. Bilirəm necə işləyəcəm. Düzdür, Vüqar necə dedi, beyinə qoyursan ki, belə işləyəcəm, elə işləyəcəm, amma görürsən ki, elə olur ki, döyüş tam elə başqa cür gedir. İstədiyin kimi olmur bəzən. Ona görə də analiz eləmişik, baxırıq. O tempo yoxdur, olur. Tampon cavanlığı. Rəqibə nə demək istəyirsən? Bu rəqib mənim qarşımda tramplin ola bilməzdi. Mən çox çətinliklərdən keçmişəm, özün də yaxşı bilirsən. Məşqimdən də qalmıram, əziyyətimdən də qalmıram ki, yəni bu rəqib məni qarşımda tramplin ola bilməz. İnşallah mənim fikrim, məqsədim kəmərdir. İnşallah Allah deyən olsun. Bu rəqibi də dasroçla mən keçəcəm. 100%. İnşallah yaxşı döyüş göstərəcəm. Ayın 14-ü hamı görəcək. Let's go! Danışmısınız bundan da? Levşadır, güləşi belə ortadır. Orta güləşir. Ona uyğun hazırlaşmışıq da indi inşallah. Deməyəcəm necə hazırlaşmışıq, hardan başlayarıq, necə başlayarıq. Onu döyüş görsədər. Özümüzə görə planlarımız var, taktikalarımız var. İnşallah ki, onlar keçərli olar. Qəşəng döyüş göstərər. Daha çox güləşəndir, yoxsa stoykada vuruşandır? Yox, stoykadan döyüşür, amma güləşi də ortadır, özü də güləşəndir. Belə məlumat verirlər ki, güləşi də pis deyil. Ancaq mənim qardaşım üçün fərqi yoxdur da. İstəyir uçsun, istəyir dombalaq açsın, neynəsin? Mən burada sakit qalmağıma baxmayım, amma ora girəndə tam başqa cür bir insan oluram. Yəni görmüsən də özün. Ruslan müəllim də onu deyirdi, orada oturmuşam belə sakit. Həmişə mən döyüş qabağı çox sakit oluram. Müəllim deyir, nə olub sən, həyəcanlısan? Deyirəm ki, yox da mənim yaxşıdır, hər şey qaydasındadır. Ringə girəndən sonra mənə deyir, o necə dəyişildin deyir, tam başqa cür insan. Yəni o Yemilyanenko kimi. Ona görə vaxtımı gözləyirəm. Sakit, Həbib də sakitdir. Yəni istər-istəməz hər bir insanın bir taktikası var da. Vüqar da məsələn sakit olur, döyüşə girəndə axırıncı deyir mən baxır indi döyüşdə harda moment var orada da. Mənim xoşuma gələn nakal bir sansı idi, şapalaq qoydu ne? ということができるか、ちょっとそこはすごく興味あります。Belə qıraqdan Bakova yormuşsan, ne? Prosta qıraqdan nə səs gəldi, gəlib şapalaq qoydun ki, sənin fikrin nədir qaqaş? Birinci raund, ikinci raund yoxsa üçüncü raund? Maksimum 2 raund, maksimum. Budur öcüdə. Əlbəttə. Mən Vüqarı biləm ki, Vüqar birinci raundda döyüş, məndə rizində birinci döyüş. İndi təxmini deyirik də, sonra deyəcək tutmasınlar ki, nə oldu, bəs biri deyirdin, üçü deyirdin. Biz indi birinci döyüş məndə məqsəd o idi ki, bu döyüşə qalib gəlim. Yəni üst raund döyüşdüm, düzdür, gözəl döyüş göstərdim, güləş oldu, stoyka oldu, hər şey oldu. Əsas qalib gəlməkdə onu da meylədim. İndi çalışacağam ki, dasroçla boyları udmağa. Əlbəttə, həm dasroçladan da bonus sənə verirlər, həm reytingin qalxır. Ona görə də məqsəd bu dəqiqədir. Ya akaut eləmək, ya boğmaq, ya bolivoy. Babrat, Lüboy təşkilat tələblərindən olan ibarət odur ki, döyüş öz yerində, ancaq ən maraqlı döyüşün raskaçkasını Publika isə sən maraqlı olmalısan da. Yəni ki, adi birdən götürüb biz çox adam McGregor bəyənmir. Amma McGregor sağ olsun ki, doğrudan da belə bir şou yaratdı və bütün MMA-da yəni ki, bu vuruşanların necə deyim sənə stavkasını qaldırdı. Yəni McGregor kimi heç kim milyon qazanmayıb, heç kim bu pul almayıb. Yəni McGregordan sonra, Xəbiblə McGregordan sonra ondan sonra başladılar adi kəmərə döyüşlər verilməyə 2 milyon, 3 milyon. Yəni adi döyüşlərlə ki alırlar Hamza Çivabı döyüşünə ki alırlar 1 milyon, 2 milyon bilincə. Yəni ki buna kimi McGregor kimi eləyən yoxdur. Yəni bu showmandır və buna da yaraşır və bacarır bu işi. Yəni doğrudan da ki publika yığma bu insan başa. Ona görə ki, Rizində, yəni ki, lübo bir təşkilatla, yəni ki, necə deyim, dünyada deyirlər ki, sən media maraqlı olmalısan, publikaya maraqlı olmalısan. Yəni ki, necə yəni, mən gəlim, Magan döyüşü olacaq, mən bunu neyinəsə görə, yəni ki, pul verib, допустим, ki, mən $1000 gedib pul verib, necə deyimsə, bilet almaq üçün nə maraq olmalı, həm döyüşdən getdi, güləş çıxdı, yox. Amma bu gəlirlər, face-to-face gəlir, necə deyimsə, döyüşə çıxmaq azadır. Ən maraqlı olardı. Yəni, bu şou yaratmalı ki, insanlar da, yəni ki, şou, necə deyim sənə, yəni gözəl bir adrenalin almağa gəlirlər o döyüşlərə. Yaxşı, onu siz niyə eləmirsiniz ki? Hə? Siz niyə eləmirsiniz? Biz eləyirik, amma bizdə mən eləyərdim axşamda, sənə də yaraşar, Maqaya da yaraşar da, yəni günləri... Sən elə sual verin, mən əskərdə olmuşsan. Yaxşı olan əskərdən qaçar. Olmuş əskər idi. Xeyr. Düz də, onu eləmək lazımdır. Daş tələb edir. Sən çox pis sual verdin mənə və sözü niyə eləmirsən? Çox sağ, Rüfət. Amma ki, inşallah eləyəcək. İnşallah eləyəcək.
Əskərdə olmusan dedi. Yox, Siz sən. nə öyrənmirsiniz? Biz bunu planlaşdırırıq. Gələcək planlarında. Yox, qardaşım etdi gəldi. Ya bizə niyə düşdü? Sən niyə türbədə oturmamısan? Hə, o. Yine bazılar. Mən belə gülmək istəyirəm. Danışıram. Bu qədər yalan. Sağ olsun, bakın. Eləmək lazım. Qardaşım, ödəyə eləmirsən. Hə. Yəni, yaxşı bir şey uydu, mədəm ağrıdı. Qulaq. Yəni, real danışıram. İndi bu qar arada bir görsən şey eləyir. Sən Facebook baxmışam. Değişmə gedir orada. O deyir nəsə. Sən özü bir üzü Dalış dilində deyirdin. Biləm, Ebrahim. Yəni, şou yaratmaq lazımdır. Sənə qiymət qalxsın. Düzdürmü? Məndə var planlar. Prosta özüm eləyə bilmirəm də ona indi. Özün necə, sən festival bu qədər necə sən yer və? Sən olmuş. Sənə daha Özü sən şey yapmışsan da bu, neyin adı bu? sən badxadiyaşıdır. Aktyorluq da. Qutarmısan sən? Ha, aktyorluq da. Həmin Oxumusan, ha? Oxuyub, eləyib burada. Ha, aktyorluq oxumusan, ha? aktyorluğu oxumamışam yox. Yox, artist yoxmusan da. Motivator Fitness Klub sizin daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Deməli, Vüqarın Maqa ilə bu inşallah bu növbəti döyüşündən sonra tez bir vaxtda kəmərə vuruşacaqsan, düzdürmü? Döyüşü udson, düzdür? Döyüş udur, ben inşallah kəmər vuruşam. Yəni vaxt çatır da Vaxt yedələr elə. Yox, demək istəyirəm ki, tez bir o keçən dəfə çox tez vuruşdun da. Demək olar ki, bir ay içində oldu ki. Vaxt fərqi yoxdur. Prosta əvvəldən desinlər, lap bir ay olsun, lap ay yarım olsun. Elə inşallah birinci samıqla bu döyüşü udmaq lazımdır. Bu döyüşü udub zədəsiz qalib gəlmək lazımdır. Zədəsiz hamısı olsa, yəni bizdən kim olsun inşallah Lübo bir vaxt mərcələ mən kəmərə vuruşmağa hazıram. Bu döyüşü udandan sonra Allah qoysa kəmərə vuruşacaqsan, düzdürmü? Yəni bu zarafat bir şey deyil də. Rizinin təşkilatında Vüqar orada ulduzdur, Maqada gəlir. Mən nə demək istəyirəm qardaşlar? Sizdən sonra gələn pokoleniya var da, bizim zalda məşq eləyirlər, başqa zallarda. Vəziyyət nə yerdədir? Cavanlar var, yaxşı uşaqlardır, hansılar ki bizdə zalda neçədən uşaq var ki, aslında mən götürəm para işləyirəm, yəni doğrudan görürəm ki, mən bunlardan yəni boş işləyə bilmərəm. Doğrudan bilin. İşləyirsən onlar da sənə vururlar. Yəni ki çünki baxmır 18 yaşı var, mənim 30 neçə yaşım var. Yəni ki doğrudan işləyirlər. Yəni ki bir boşluq görəndə həmsə bunlar məni yıxıb yəni yerdə döyəcəklər. Ona görə məşqlər, həvəslidirlər. səhər axşam para var ən azı. Belə döyüşən uşaqlar, dəqiqə imafa gedən uşaqlar olacaq dünyada. Yox, bax son 2 ildə vəziyyət nə yerdədir? İnkişaf necə gedir? 2-3 ildən söhbət gedir də, yəni bu pandemiya. Məncə yaxşıdır. yox, olmaz da yaxşıdır. Çünki indi tez-tezə vuruşan uşaqlar indi deyəsəm gedilər oktagona vuruşurlar. Yəni orada pis yaxşı vuruşurlar. Yəni nə deyim, lübitellər indi hasla ki bizim zaldan çıxırlar. Mən çox güvənirəm ki onlar inşallah yaxşı bir nailiyyət verəcəklər gələcəkdə. Çünki doğrudan da yəni həm tərbiyəlidir, həm də ki idmanı baxımından yəni yaxşı vuruşurlar, taktikalı vuruşurlar, ağıllı vuruşurlar. Mən özüm yadıma düşür ki 18 yaşında mən belə vuruşmurdum. Yəni açıq deyim də. Yəni bunlara baxıram doğrudan bunların irəliyə getməyə daha şansı çoxdur. Çünki onların zalında yəni bizim kimi idmançılar var, hansı ki Ruslan müəllimləri var ki, hansı ki bir neçədən menecerlə Lübo bir yarışda çıxarda bilər. O bir dənə, 2 dənə, 3 dənə döyüş vuruşsa, yaxşı özünü göstərsə, Lübo bir böyük promotiondan şansları var. Amma bizdə o vaxt şansları yox. Şans az idi. Maqada bir müsahibəsində demişdi ki, Dağıstana gedəndə bir yandan pis oluram, onlara baxıram, paxıllıq edirəm bura. Nə qədər idmançı var, necə deyərlər. Adam ora gedəndə, yeganə ölkədir ki, ora gedirəm, özümü idmançı kimi hiss edirəm. Bildin necə? Yəni zal 2 saatdan bir dolur, boşalır. Çox paxıllıq edirəm. Niyə bizdə elə deyirlər? yəni indi necədir? Biz son bir vaxtlarda inkişaf, yəni görürsənmi yoxsa? Əlbəttə, inkişaf bir yandan bu dünya çempionatı imafın olmağı, bizimkilərin ora qatılmağı çox yaxşı oldu. Həm uşaqların oputu artacaq, gedirlər 5-6 döyüş keçirirlər bir həftənin içində. Görürəm ki, neçə uşaq bundan qabaq dünya çempionu olub. Biz Azərbaycandan 1-2-3 nəfər oldu da. Yaxşı da nailiyyət var. Məşq eləsinlər, məşqdən qalmasınlar, müəllimlərinə qulaq assınlar. Böyürlərində oputlu idmançılar varsa, Vüqar kimiləri eşitsinlər, məsləhət alsınlar, ayıb deyil. Biz də elə gəlmişik bura, bu yerə çatmışıq. İnşallah ki, qələbə ilə qaydasız, biz də sizi belə necə deyirlər, o adımıza layiq qarşılayaq inşallah. Mən ümid edirəm ki, ikimizdə Allah qoysa qələbə ilə qaydasız. Çox sağ olun, Fərid. Sonra fikirləriniz, nə təklifləriniz varsa deyə bilərsiniz. Hamıya uğurlar, inşallah Vüqara da qələbə, özümə də həmçinin.
Motivator sila, короче. İnşallah, inşallah. İnşallah qardaşım. Uğurlarımız necə deyim, sənin uğurun, yəni bizim uğurumuz, sən mən söhbət yoxdur, burada bizim общий ailənidir, biz kollektivin uğurudur. İnşallah gedək qalib gələk, necə deyim, bayrağımızı qaldırasınız, biz bayrağa görə vuruşuruq. Siz birinci bayrağımızı qaldıraq, yəni ki, cavanlar baxsın, necə bizdən örnək götürsün ki, yəni ki, necə belə məşq eləmək lazımdır, əziyyət çəkmək lazımdır və onun bəhrəsini doğrunu Allah verir. Yəni gezi tezi Allah onun bəhrəsi verir və necə deyim, kimdə ki alınmır, idmançıları alır ki, o cür yarışları yəni ki, həvəsdən düşməsinlər. Çünki onun gezi tezi sən əziyyət çəksən, yəni o sənin şeyini görəsən, bəhrəsini görəsən. Və ona görə səhər axşam məşq edin uşaqlar və inşallah Allah onun necə deyim sizə bəhrəsini verəcək sizə. Necə ki biz əziyyət çəkirik səhər axşam, yəni baxmırıq ki, yarış var, yarış yoxdur və şükür ola ki bizim nəticələrimiz də yaxşıdır. Dostlar çox sağ olun. Allah razı olsun sizdən. Uğurlar Ruslan müəllimə də, bütün motivator tim komandasına uğurlar arz edirəm. İnşallah ki qələbə bizim olacaq. İnşallah.